oruc ifadəsi ərəb dilində, Anar müəllim dedi, uruc sözü var, uruc. Merac sözü də buradandır. Yəni ucalığa qalxmaq, yüksəyə qalxmaq. Merac da Peyğəmbərin meraca getməsi, yəni ucalığa qalxması. Uruc. Oruc sözü də zahirən o sözdəndir. Azərbaycan dilində işlənir, çünki başqa dillərdə mən bilmirəm, ərəb dilində sovm deyirlər. İndi nəyin üzərinə qalxmaq? Bax, bu çox vacib sual deyir. Hara yüksəlmək? Hara yüksəlmək? Hara yüksəlmək? Belə bir fakt var. O fakt nədir? Bütün insanlar şərqli, qərbli, meşədə yaşayandan tutmuş, ta uca binalarda yaşayan, böyük sivilizasiyaları görən insana qədər hamının bir əlifbası var. Egoizm. Egoizm, yəni mənim qazancım, mənim pulum, mənim gəlirim. Bu dili hamı bilir. Bu yer dilidir, yer dili. İndi Ramiz Rövşən deyir ki, hanı təzə sözün, atan balası. İndi təzə söz demək lazım deyə. O dili mən bilirəm. Dostlardan biri danışırdı. Deyirdi ki, Rusiyada, restoranda getmişdik. Masada oturmaq istəyirdik dostumla. Bir Rus oturmuşdu. Ondan xahiş elədi ki, onlar bir dənə o biri stulda oturasınız, biz ikimiz yan-yana oturmaq istəyirik dostumla. Dedi ki, vaxtım yoxdur. Dedi, mənim vaxtım yoxdur. Adam yəni egoizmin pik nöqtəsindədir. Narsist. Bəli. Özündən razılıq. Yəni, bu tanış dildir də. Bunu yaşamağa nə var ki? Belə yaşamağa nə var ki? İndi sən buradan, bu yerdən biraz ucalığa qalxsan, bir az, onun adını fədakarlıq, fədakarlıq. Mən acanda yemək yeyirəm, bu tanışdır hamı üçün. Hamı belədir də. İndi acanda imtina eləyəsən yeməkdən. Bu artıq yerdən ucalığa qalxmaqdır. Bu fərqli bir məntiqdir, düşüncədir. Bax, oruc o fərqli düşüncədir artıq. İmtina mədəniyyəti. İmtina. Müasir psixologiyada imtina. İnsan imtina edə bilirsə, o iradəsini gücləndirir əslində. Self-control. Özünü nəzarətə götürürsə, götürə bilirsə, iradəsini gücləndirə bilir.